Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Söz vermişdim ki, uşaqlar, deməli, writinglərlə bağlı bir videomuz gələcək. Sırf içində 5 dənəmi, 10 dənəmi, yəni 1 saat çəkəcək bir writing olacaq. İçində 9-cu siniflər üçün nəzərdə tutulmuşdu. Uşaqlar, ilk öncə qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Avqust ayının 1-dən artıq yeni tədris ili üçün dərslərimiz başlayacaq. Yaxşı, indi burada şəkili belə deyim, şəkilə uyğun hekayə qurarkən nəyə diqqət etmək lazımdır? Uşaqlar, özünüzdən hər hansı bir gün yaza bilərsiniz və yaxud da ki, gün olmaya bilər, havanı ifadə edəcək bir şey yaza bilərsiniz və s. Yəni bu sizdən asılıdır. Çünki kimin şəklini necə təsvir edəcəyi onun özündən asılıdır. Amma diqqət etməlisiniz ki, ən azı 35 söz olsun və hər 3 şəkli əhatə etsin. Yəni mən məsələn 2 şəklə uyğun yazmışam, 3-cünü yazmamışam, düzdürmü? Amma nə etmişəm? 35 söz yazmışam. Avtomatik olaraq bu mənə tam bal verməyəcək. Çünki 3-cü şəkli mən ifadə etməmişəm axı. Ona görə, yəni diqqət etməlisiniz ki, təbii ki, qrammatik qaydalar, sözlərin yazılışı, daha sonra söz sırası, bunlara xüsusi diqqət etməlisiniz. Zamanlar, bunlar ayrı. Bunlar xaricində şəklin 3-ünü də əhatə etdiyinə, yəni sizin storinin şəklin 3-ünü də əhatə etdiyinə xüsusi diqqət yetirməlisiniz. Okay. Gəlin indi biz verilən şəklə baxaq. Burada nə göstərir bizə? Burada birinci şəkildə oğlan maşınları təmizləyir, düzdür? Yolda maşınları təmizləyir. Tamam, balaca oğlandır. Sonra bu maşının sahibi olan kişi, hər hansı bir adam bunun qabağına çıxır. Onun, yəni balaca uşaq olduğunu görür, ondan nəsə söhbət eləyir. Daha sonra ona köməklik göstərir. Uşaq nə edir? Məktəbdə oxumağa başlayır. Yəni bu maşınları təmizləmə işini buraxır. Tamam. Yaxşı, aşağı yuxarı nə edəcəyimi artıq bilirəm. Tamam, deyəcəm ki, oğlanın adı olsun Tom. Tom. Məsələn, Tom bunu yazmamışdan qabaq günü ifadə edə bilərəm. Məsələn, deyərəm ki, ya da yazmayayım, gün yazmayayım. Çünki uzun olacaq. Ağlımda tutduğum şey başqadır. Tom nə edirdim? Tom maşınları təmizləməklə məşğul idi. Məsələn, çünki onlar nə idi? Onların pula ehtiyacı var idi və yaxud da ki, ailəsi kasıb idi. Belə yaza bilərik, düzdür? Tamam, yazıram ki, Tom was cleaning. Bir dəqiqə gözlərin dili dəyişim. Tom was cleaning cars. Maşınları təmizləyirdim. Nə üçün təmizləyirdi? To earn money. Pul qazanmaq üçün. Because his family was poor. Nə idi? Ailəsi kasıb idi. Çünki ailəsi kasıb idi. Sonra bir gün nə olsun? Bir gün demək bir dənə adam ona yaxınlaşdı. Daha doğrusu onun deməli maşınları sildiyini gördü. Tamam. One day, bir gün bir adam, a man named by, adlı, named by kim? Jack adlı bir adam gördü onun maşınları təmizləməsini. Saw him cleaning the cars. Maşınları təmizləməyini gördüm. And qərara gəldi ki, ona kömək etsin. To help
him. Ona kömək etsin. He neynədir? O Tomla söhbət etdim. Tomla danışdım və onun məktəbə getməsi gərəkdiyini göstərdi və yaxud da ona məktəbə getməyinə kömək edəcəyini dedi və s. Tamam. He talked to Tom and said him, ona dedi ki, nə dedi? He would help him, ona kömək edəcək. Nə üçün? To go to school. Məktəbə getməyinə kömək edəcək. Because çünki Tom dərsləri öyrənməli. Tom üçün vacib olan şey məktəbə getməkdir və yaxud da ki, çünki bu onun üçün vacib idi. It was important for him to go to school. Jack həmçinin Tomun ailəsinə də köməklik göstərdi. Jack also həmçinin kömək etdi. Helped. Kimə? Tomun ailəsinə. Tom's family. Finally, sonda Tom was very happy. Tom nə oldu? Çox mutlu oldu. Tamam. Bunu bir balaca kiçildim. Tamam. İndi baxaq görək nə qədər sözdür uşaqlar. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, sonra 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 gəldi. 27, 29, 32, 32 ilə 2, 34, sonra 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 54, 56, 59, 60, 61. Əla. Bu belə. Birinci şəklimiz bitdi. İndi keçək ikinciyə. Bir saniyə gözləyin uşaqlar. Qocurum hardadır? İkinci şəklimiz. İkinci şəkildə nə göstərir bizə? Qoy biraz yaxınlaşdırım, yaza bilərik də belə. İkinci şəkildə göstərir ki, oğlan deməli oğrunu görür evdə. Öz evlərində də ola bilər, başqa evdə də ola bilər. Düzdür? Tamam. Oğlan hətta belə yazarıq. Oğlan bağda idi və evlərində oğru olduğunu gördü ya da evlərində oğrunu gördü. Düzdürmü? Sonra nə edir? Sonra o polisə zəng edir və polis nə edir? Gəlir oğrunu tutur, həbs edir və s. Oğlan da mutlu olur. Tamam, gəlin yazaq. Yazaq ki, it was a nice spring day. Gözəl bir yaz günü idi, düzdür? Oğlanın adı Bob olsun. Bob was in the garden. Bob bağda idi. He saw. Birdən o evlərində oğru olduğunu gördü. Suddenly he o nə etdi? Gördü. Gördü ki, there was a robber in their house ya da in his house. Deyirəm ki, birdən o evlərində oğru olduğunu gördüm. Then sonra o polisə zəng etdi. He called, zəng etdi. Kimə? Polisə. He called the police. Polisə zəng etdi.
Aha. Sonra deyək ki, məsələn, neçə dəqiqə sonra olsun. Məsələn, 15 dəqiqə sonra polis gəldi və oğrunu tutdu. Deyək ki, 15 minutes later 15 minutes later polis gəldi. Bir dəqiqə. Polis gəldi and oğrunu tutdu və yaxud da oğrunu həbs etdi. Arrested the robber. Finally, sonda Bob was very happy. Bob nə oldu? Çox xoşbəxt oldu. Okay, indi baxaq görək nə qədər sözümüz var. Bizim düzəldək, yaxşı görək. Demək 1, 2, 3, 4, 5, 6, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. Bitdi. 40 sözdə kifayət edir. Bu belə. Növbətisinə indi baxaq. Növbəti writingimiz hardadır? Aha. Demək, burada nə göstərir bizə uşaqlar? Şəkli analiz edirik. Deməli, qız cizgi filmə baxır, səhv eləmirəmsə, televizorda, düzdür? Amma nə idi? Gec idi. Qucağında da ayıcığı var, düzdür? Tamam. Deyəcəm ki, sonra nə olur? Anası gəlir, ona nağıl oxuyur və qız yatır, düzdür? Ayıcığı ilə birlikdə. Okay. Yaxşı, nə yazacağam bəs mən indi bura? Birinci qıza ad verək. Deyək ki, Helen. Aha. Helen, birinci axşam olduğunu qeyd edək və yaxud da axşam gec vaxtı. It was late at night. Bax, məsələn, belə yaza bilərəm. It was late at night. Gecə, gec saatidir. Helen nə edirdi? Oyuncağı ilə birlikdə, artıq nədirsə bu? Aha, oyuncağı ilə birlikdə cizgi filmə baxırdı. Helen was watching. Nəyə baxırdı? Cizgi filmə. Watching cartoon. With her. Nə ilə? Toy. Oyuncağı ilə birlikdə. Sonra ya da birdən yenə suddenly birdən anası onun anası her mother anasına ad da verirəm. Anasının adı nə olsun? Her mother Kate. Aha. Kate içəri girdi. Came into the room. Otağa daxil oldu. And və ondan ona yatması gərəkdiyini bildirdi. And asked her to sleep. Ondan yatmasını xahiş etdi, yatmasını istədi. So, beləliklə Kate started başladı. Nəyə başladı? Kate started deməli Helenə nağıl oxumağa başladı. Started to read a tale ya da a story də yaza bilərsiniz. Məsələn, tale nağıl sözünü yadınızda saxlamasanız, story sözünü rahat bilərsiniz. Read a story to her daughter. Qızına nağıl danışmağa başladı. Sonra nə oldu? Helen idi qızın adı, düzdür. Finally,
sonda. Bax görürsüz final sözünü nə qədər işlədirəm. Suddenly, qəflətən, so belə işlət, then, sonra, nə bilim, 2 minutes later, after that, bunlar vacibli sözlərdir. Final sonda nə olur? Helen fell asleep. Fell asleep uşaqlar yuxuya dalmaq. Fell asleep yuxuya daldı and her mother anası xoşbəxt oldu. Became very happy. Anası çox xoşbəxt oldu. Neçə sözümüz var? Yenə sayaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44. 44 söz də burada oldu. Növbəti writingimiz. Bir dəqiqə gözləyin. Görüm hardadır növbəti writingimiz bizim. Növbəti writingimiz buradadır. Demək. Burada bir it var. Düzdürmü? It var. It küçədədir və güclü bir yağış yağır. Düzdürmü? Sonra nə olubdu? Qız iti görür. Qız küçədə iti görür və onu evə aparmaq qərarına gəlir. Daha sonra nə edir? İtə yemək verir və it huzurla yatır, mutlu bir şəkildə yatır. Okay. Birinci yazacağıq ki, it was raining heavily. Nə edirdi? Güclü bir yağış yağırdı. The dog named by nə adlı olsun? Max. Max adlı it was in the rain. Yağışın altında idi. Yəni yaza bilərsiniz. Under the rain yazmağa ehtiyac yoxdur uşaqlar. Günün altında, yağışın altında deyəndə, qarın altında deyəndə in işlədir adətən. In the rain, in the snow, in the sun belə. Was in the rain and və o çox nə edirdi? Donurdu. It was cold deyə, freezing deyə, nəsə deyində soyuq idi, yəni qısaca. Suddenly, birdən, deməli, the girl named by Kate. Kate adlı qız nə edibdi? Kate adlı qız deməli Max'i gördü. So Max and və nə edir? Qərara gəldi ki, onu evə aparsın. And decided to, decidedən sonra to məzdər gəlir. To take it evinə aparsın. Deməli, to her house. Evinə aparmaq qərarına gəldi. Demək, sonra yazacağım ki, deməli, Kate Max'ə evdə yemək verdi. Tamam, Kate'i she ilə əvəz edə bilərəm. She gave it some food. Biraz yemək verdi. To eat, yeməsi üçün. And it Max fell asleep yazacağım. Fell asleep at Kate's home. Kate'in evində yuxuya daldı. Tamam. Demək nə oldu? Neçə sözümüz oldu? 3, 4, 5, 8, 10,
13, 15, 17, 19, 21, 23, 25, 27, 29, 31, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47. Söz də burada. Keçdik növbəti writingimizə. Növbəti writing. Bu deyil amma. İşarələdiklərimi göstərəcəm uşaqlar. Seçmişəm. Deməli, burada növbəti writingimiz budur. Keçmədimsə əgər. Tamam. Nə göstərindi burada? Bax. Birinci, qız xəstə olsun. Yəni, qız daha doğrusu xəstə idi. Aha. Həkim gəlir, bunu yoxlayır. Ya bu həkimə gedir. Fərqi yoxdur uşaqlar. Necə düşünsəz elə. Amma yəni həkimin də deməli xəstəxanada arı şəkli falan neynəsin? Həkim gəlir bunu yoxlayır. Aha. Sonra nə olur? Deməli resept yazır. Sonra nə edir? Kate, qızın anası onun digər qızı ilə birlikdə, onun bacısı ilə birlikdə gəlir, dərmanları alır aptekdən və Kate onları içir, yatır. Tamam mı? Belə bir cümlə yazdım. Okay. It was a very cold winter day. Soğuk bir qış günü idi. Hardan bilirəm? Bax, bu da görürsüz qalın paltarlar geyinib, oradan bilirəm. Tamam. Soğuk bir qış günü idi. Kate, qızın adı Kate olsun. Was ill, xəstə idi. And və həkim gəldi onu müayinə etsin. And the doctor came her home. Onun evinə gəldi. To check ya da to examine her. Examine imtahan vermək mənasında da yoxlamaq mənasında işlənir. Həm də elə bu yoxlamaq, yəni xəstəni falan yoxlamaq uşaqlar. Examine her. Aha. Then deməli the doctor, həkim nə etdi? Burada she yazmıram, qarışardı. Kate də qadın cinsdə, həkim də. Ona görə then the doctor yazmağım normaldır uşaqlar. Then the doctor deməli nə olsun? Resept yazdı. Wrote a prescription for Kate. Aha. Sonra nə oldu? Kate'in anası və bacısı dərhal hara getdi? Əczaxanaya getdi ki, dərmanları alsın. Okay. Yazacağım ki, Kate's mother and sister getdi. Hara? Went to the pharmacy. Gözləyin. Pharmacy. Aptekə getdi. Nə almağa? Dərman almağa. To buy medicine for her. Onun üçün dərman almağa getdilər. Dərhal dedim, amma düzdür. Dərhal nədir? Immediately. İstəsəz at once yazarsınız. İki söz daha çox olsun. At once. Dərhal. Sonra nə oldu? Onlar evə gələndən sonra Kate deməli dərmanları içdi və yatdı. Belə bir şey yazaq. Okay. After coming home
evə gələndən sonra yaxud da belə yaza bilərsiniz. After they came home, qoy çox olsun da, düzdür. They came home. Kate took her medicine. Take medicine dərman içmək, dərman qəbul etməkdir, yadda saxlayın. Took her medicine and fell asleep. Nə etdi? Yuxuya daldı. Belə. Qoy görün nə qədər söz oldu indi. Demək 1, 2, 3, 4, 5, 6, 7, 10, 13, 15, sonra 18, 19, 20, deməli 22, 25, 27, 29, 29'un üstüne 4 gəldik. 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52. 52 söz də buradadır uşaqlar. Növbəti writingimiz. Bir dəqiqə gözləyin. Növbəti writingimiz hardadır? Açılsın. Bunu qeyd etməmişəm. Aha, növbəti writingimiz. Bax, nə olubdu? Görürsünüz, meşə zibilli idi, düzdür. Ətraf aləm zibillə dolu idi. Ya da belə də yaza bilərsiniz. Bax, uşaqlar gəldilər. Yox, elə bu gözəldir. Hətta mən bunu hardasa başqa bir yerdə də görmüşəm, elə bir. Demək nə olub? Bax, bir dənə fikir verin qəşəng şəkildə. Birinci, ətraf aləm zibilli idi, düzdürmü? Sonra uşaqlar gəlir, o zibilləri təmizləyir. Sonra nə olur? Ətraf aləm gözəlləşir və heyvanlar ortalıqda gəzişir. Bax, burada bir dənə də heyvan var. Maraldır, ceyrandır. Tam görəmirəm deyəsən, ceyrandır. Nəsə, daha çox şey eləməyim. Tamam. Deyəcəm ki, necə yazım? Yazaq ki, it was a nice day. Gözəl bir gün idi. It was a nice day. Gözəl bir gün idi. Deməli, 4 dənə uşaq olsun. Bunlar kampa gəlmişlər güya. Düzdür. Gəlin belə yazaq. Kampa gəlmişlər meşəyə və gördülər ki, ətraf aləm çox zibillikdir. Onları təmizləməyə başladılar. Məncə belə gözəl olar. Tamam. Kate, Tom, Bob and Mike went to the forest. Meşəyə getdilər. For picnic. Piknik üçün meşəyə getdilər. Amma onlar deməli meşənin çox zibilli olduğunu gördüm. But they ya da however də yaza bilərsiniz uşaqlar, however. They saw that, gördülər ki, the forest, meşə nədir? Forest was polluted. Hətta too polluted. Çox çirkli idi. Yəni zibilli idi. So, beləliklə, they decided, onlar qərara gəldilər ki, to clean up, decided to clean up, clean up təmizləmək deməkdir. Onlar meşəni təmizləmək qərarına gəldilər. Decided, qərara gəldilər. Nə etməyə? To clean up, nəyi? Meşəni. To clean up it yazımda da bir də deforest təkrarlamayım. To clean up it. Sonra nə etdilər? Buna görə də beləliklə sonra deyək ki, they took, onlar deməli şey götürdülər, paketlər götürdülər. Nə istəsəz yaza bilərsiniz, istəsəz kisə götürdülər deyin, fərqi yoxdur. İndi mən burada packets yazacağam. Tamam, ya da sacks yaza bilərəm, kisə. Tamam, yazım they took sacks, kisələri götürdülər.
Nə üçün götürdülər? Zibilləri içinə qoymaq üçün. To put nəyi qoymaq üçün? To put litter into it. Zibili içinə into them daha doğrusu səksəmdədir. Into them. Zibilləri içinə qoymaq üçün götürdülər. Finally, sonda onlar deyirəm ki, bütün zibilləri təmizlədilər və meşə çox gözəl göründü. Heyvanlar orada heyvanlar görünməyə başladı, heyvanlar gəzməyə başladı və s. Tamam, finally they finished cleaning. Təmizləməyi bitirdilər. And və deməli the forest meşə necə göründü? Yazdım ki looked very beautiful. Çox gözəl göründü. Çox gözəl göründü. Heyvanlar gəzməyə başladı. Nə? Heyvanlar. Animals started to walk around. Ətrafda gəzinməyə başladı. Tamam. Baxaq nə qədər söz oldu. Deməli 5 dənə söz burdadır. 8, 9, 12, 15, 16, 18, 20, 23, 25, 26, sonra 30, 32, 34, 36, 40, 42, 42 sonra gəlir 48, 50, 52, 54, 56, 57, əla. 57 söz növbəti writing-ə keçək. Deməli, hardadır uşaqlar? Növbəti writing-ə keçməmişdən qabaq uşaqlar, əgər ki videonu bəyənsəz, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Yaxşı, baxaq görək növbəti writing-də nə göstərir. Deməli, fəsilləri mi göstərir acaba? İndi mən bu şəkli necə anlamışamsa elə yazacağam daha, heç nə. Demək ki, biz deyək ki, burada gözəl bir yaz günü idi. Yaz deyək də, yayda bunların çox uyğunluğu olmaz, nə bilim də. Tamam, gözəl bir yaz günü idi. Günəş parlayırdı. Quşlar ağacların ətrafında uçuşurdu. Sonra nə oldu? Qəfildən deməli külək əsməyə başladı. Düzdür. Külək əsməyə başladı və sonra güclü yağış yağdı. Tamam, belə bir şey yaza bilərik. Okay. Nə deyəcəm? Deyəcəm it was a very nice, gözəl bir nə günü idi? Spring day. Gözəl bir yaz günü idi. The sun, günəş nə edirdi? Was shining. The sun was shining. Günəş parlayırdı. And the birds, quşlar nə edirdi? Were flying, uçuşurdu. Were flying. Aha. Nə? Bir dəqiqə gözləyin. Were flying around the trees. Ağacların ətrafında uçuşurdu. Okay. Quşlar ağacların ətrafında uçuşurdu. Sonra nə oldu? Qəflətən, suddenly külək əsməyə başladı. The wind ya da belə yazaq. It started daha doğrusu. It started to yox, belə itlə başlasa olmur axı uşaqlar. Külək əsməyə başladı. Deyəcəm ki, the wind, külək started
To blow. Starting blowing və yaxud da started blowing. Okay. Külək əsməyə başladı. And it started to rain heavily. Nədə? Ağır yağış yağmağa başladı. Nəticədə, and yazmayayım. So, nəticədə, belə olsun. Görək nə qədər söz oldu uşaqlar. 3 burada, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31. 4 dənə sözümüz çatışmır. Və quşlar getdi. Külək əsməyə başladığından sonra yazacağam ki, quşlar uçub getdi. The birds flew yazacağam. Keçmişdə flew away. Uzağa uçdu. Uçub uzaqlaşdı. Tamam, 31 idi. 4 dənə də söz, burada 35. So it started ya da finally yazaq. Sonun yerinə burada. Çünki əlavə söz artırmışam axı. Sonda nə oldu? Yağış yağmağa, güclü yağış yağmağa başladı. Belə uşaqlar. Tam 35 ya 36 söz oldu. Başqa da bir şey əlavə edə bilmirik bura. İstəsəz nə bilim, deyərsiniz ki, günəş batdı, nə bilim, boz buludlar gəldi. Artıq o elə bir ki, sizin seçiminizə qalıb. Bir də ki, gecə ağır yağış yağmağa başladı. It started to rain heavily at night. Çünki gecə olur axı. Düzdür? Bunu da əlavə eləyə bilərsən. Bitdi yəni. Mənim yaza biləcəyim maksimum budur. 37-38 söz oldu deyəsən. Artırmaq istəyən təbii ki, daha da böyük detallara girə bilər. Nə bilim, gün batdı, ya başqa bir şey oldu. Mən nə bilim də, nə istəsəz onu yazarsınız da uşaqlar. Ona qarışa bilmərəm. Sadəcə şəkildən kənara çıxmamalısınız. Sizə verilən haşiyədən kənara çıxmamaq lazımdır. Yaxşı, indi baxaq növbəti writingimizə. Deməli, burada nə göstərir? Demək, uşaqlar, bax, burada günün şəkli var, görsən. Tamam, gözəl bir yay günü idi, düzdür deyə bilərəm. Olsun, qızla oğlanın ad verəcəyik. Bunlar nə etdilər? Məsələn, iki dost filankəslə filankəs. Bax, belə yaza bilirəm, söz sayı artmış olur. Bunlar nə etdilər? Qərara meşəyə göbələk yığmağa getdilər, məsələn. Deyə bilərəm, düzdür. Və yaxud da qərara gəldilər ki, meşəyə göbələk yığsınlar. Fərqi yoxdur. Meşədən göbələk yığsınlar. Sonra nə oldu? Sonra onlar, deməli, göbələk tapdılar, göbələkləri topladılar. Sonra mutlu mesut şəkildə sonda göbələkləri səbətlərinə yığandan sonra evlərinə geri qayıtdılar. Düzdür? Tamam. Yazıram ki, it was very nice, hətta çox gözəl bir summer deyil. Gözəl bir yay günü idi. Two friends Jack and Jane getdilər hara? Went to the forest, meşəyə. Nəyə getdilər? Went to the forest to pick up, göbələk yığmağa. Mushroom. Göbələk yığmağa getdilər, mushrooms. Sonra məsələn, deyək ki, then elə sonra onlar göbələkləri yığmağa, səbətə yığmağa başladılar. They started picking up the mushrooms
into ya da put deyək, qoydular nəyinsə içinə. Put the mushrooms into the basket. Səbətlərin içinə qoydular, düzdür? Aha. Göbələk yığmağı bitirəndən sonra ya da səbətləri doldurandan sonra fərq yoxdur. Neynədilər? Onlar evə geri qayıtdılar. Tamam. After finishing ya da ki finishing the their work. Tamam. İşlərini bitirəndən sonra they returned their home. Evlərinə geri qayıtdılar. Happily. Xoşbəxt şəkildə. Nə qədər sözümüz oldu? 3 burada, 5 burada, 7, 8, 9, 12, 14, 17, 19, 20, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 32, 33, 35, 36, 37, 38. Əla. Bu da belə. Baxın görüm nə qədər qaldı. Neçənci nə edirdik? 10-cu və sonuncu writingimiz. Tamam. Deməli, bu şəkildə nə göstərir? Bax, nəvə ilə baba gəliblər hara? Gəliblər şeyə. Haradır bu? Çay sahili. Gölə gəliblər və yaxud da. İndi baxın da uşaqlar, nə yazırsınız yazın. Tamam, gölün yaxınlığına gəlmişlər, düzdür? Aha, birdən baba bir səs eşidir, kolların arasından bir səs eşidir. Aha, onlar qərara gəlirlər ki, baxsınlar, yəni axtarsınlar, görsünlər bu səs hardan gəlir, ya nədir. Sonra görürlər ki, nədir bu? Ördək, balaca ördəkdir. Aha. Sonra nə edirlər? Onlar baba kolları kənara çəkir və ördək nə edir? Mutlu şəkildə üzür. Tamam, belə bir şey yazırıq. Tamam, deyəcəm ki it was a very nice day. Çox gözəl bir gün idi. Və yaxud da məsələn bunun yerinə başqa bir şey yazsam. Yazacağam ki Tom loved his grandfather very much. Tom babasını çox sevirdi. One day, bir gün onlar onlar bir gün nə etdilər? They went, onlar getdilər hara? Gölün sahilinə getmişlər, gölün yaxınlığına getmişlər. Went to the shore of the lake. The lake nearby. Aha, yaxınlıqdakı gölün sahilinə getdilər. Onlar nə etmişlər? Bankda oturmuşlar. They were sitting, otururdular. They were sitting on the bank and watching the view. Məsələn, mənzərəni izləyirdilər. Watching the nature, hətta təbiəti izləyirdilər. Suddenly, birdən nə oldu? Onun babası nə etdi? Səs eşitdi kolların arasından. Okay, səs eşitdi. Birinci yazacağım ki his grandfather
grandfather. Eşitdi. Heard a voice. İstəsəz a noise da yazarsınız. A sound da yaza bilərsiniz. Nə yazırsınız yazın da uşaqlar. A noise among çolların arasından. Among the bushes. Among the bushes. Çolların arasından səs eşitdim. So, beləliklə, they decided. Onlar qərara gəldilər. Nə etməyə? Baxsınlar, görsünlər, bu nədir, düzdür. To find out, tapsınlar. What it was. Onun nə olduğunu tapmaq qərarına gəlirlər. Aha. Then, sonra they saw, onlar nə görürlər? They saw a duckling. Duckling ördək balası deməkdir. İstəsəz bunu belə də yaza bilərsiniz uşaqlar. A little duck, balaca bir ördək görürlər. Behind the bushes. Çolların arxasından, düzdür. Aha, Tom nə edir? Tom ördəyi götürür və suyun üzərinə qoyur. Okay, deyəcəm ki, finally, sonda Tom took the duckling and put it, onu nəyə qoyur? Onto suyun üstünə və yaxud da suyun üstünə qoyur da. Onto the water. Suyun üstünə qoyur. They were very happy. Onlar çox xoşbəxt oluyor. Nə qədər söz oldu? Deməli, 3 burada, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 20, 23, 24, 25, 26, 27, 28, 29, 33, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 48, 50, 52, 53, 55, 55, 57, 58, 59, 60, 62, 64, 66, 68 və 70. Məsələn, belə çoxsu istəsəz sonuncu cümləni yazmaya da bilərsiniz, amma yazsaz da bir problem yoxdur. Ən azı 35 olmalıdır. Bu qədər uşaqlar. Əgər videonu bəyəndinizsə, like etməyi, kanala abunə olmağı, şərhlər bölməsində öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın. Sağ olun.